Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Mənim bugünkü qonağım çərçivəni sevməyən, stereotipləri qırmağı bacaran, Jason Momoa üçün ürəyi gedən, dilini dinc qoymayan, Bakıdan vurub Maltadan çıxan, Nepalda ölülərin yandırılmasının canlı şahidi olan canım Sadesin mənim ən bomba dostum Hüsniyə qonağımdır. Elə Hüsniyə gəlir. Salam aleyküm Hüsniyə. Tez elə. Yaxşı, gəlirəm. Raxmaşkin. Necəsən? Yaxşı, sən necəsən? Yaxşıyam, çox sağ ol. Mübarəksən özdə. Hüsniyə, təşəkkür edirəm ki, bugünkü qonağım sənsən, minnətdaram. Çox sağ ol. Vay Raxmaşkin. Bəsdir də Hüsniyə. Qoy elə ilk sualımı belə başlayım. Görmürsən, ay Rəhman harda saxlayır? Burada yox, burada maşın saxlayırlar. Şimdi yanında 2 dəqiqəlik düşüb gəlirdi. Bu nə deyil səndə xasiyyət? Bax, özündən başqa heç kimi bəyənmirsən. Düz deyil, heç kim də sənin əksəriyyəti bəyənmir demək olar ki. Mən heç kimi bəyənmirəm. Bəli. Ya, bu özün üçün vəbşə yaratdığın bir imicdir. Yox, nə imicə? Sən məni tanıyırsan. Mən imicə görə nəsə bu vaxta qədər eləmişəm. Kimi Məni bəyənmirlər, o başqa məsələdir. Amma mən bəyənmirəm, mən çox adamı bəyənirəm. Mən ümumiyyətlə insanları sevirəm. Amma elə görsənmirsən də. Kimsə pis görürsə, getsin eynək alsın, taxsın. Mən neyniyim? Sən necədir? Ayıbdır da, indi yaşlısı var, cavanı var. Bu bütün günü Jason Momoa'nı paylaşırsan. Ayıb deyil, üzə çılpaq, yarı çılpaq şəkillərini qoyursan onun. Yarı çırpaq, o çırpaq gəzir, mən neyniyim? Yaxşı, o gəzir, sən niyə paylaşırsan bunu? Ondan sən heç onu görmüsən, Rəhman. O aktyoru çox bəyənirəm. Yəni onun talantı, onun istedadı, onun aktyorluq bacarığı məni valeh edir. Bilirsən, onun bütün filmlərinə baxaram, o qədər gözəl Stanislavski məktəbini keçib. Bax, çox şeyə tənqidi yanaşırsan. Sən mənə belə monster kimi qələmə verdin. Ən azından 6 illik tanıdığım kimi söhbət edirəm də. Pis tanıyırsan məni. Lap əla tanıyıram. Hə. Hərdən beyni çönür, hə. Hərdən. Hə. Bax, çox şeyə tənqidi yanaşırsan da, dayanmırsan, yazırsan da nəsə. Düşünmürsənmi biraz dilini şirin eləsən, biraz nə bilim onun altına qənd qoysan, daha yaxşı yerlərdə olardın, daha belə kreslo, zat belə. Daha yaxşı yer nədir? Belə nə demək istəyirsən? Vəzifə? Azərbaycan mentalitetini götürəndə vəzifə. Səncə vəzifə yaxşıdır? Nə bilim, elə deyirlər də, bilmirəm, heç görməmişəm axı. Mənim üçün misal üçün yox. Yaxşı deyim də sənə nədir mənim üçün? Azadlıq. Çəsnə nədir Azərbaycanca? Nə bilim. Düzgün qazanılmış pul, çoxlu pul. Amma oğurluqla, rüşvətlə, atkatla yox da. İşdən danışırıq da. Azadlıq bəli. Və doğru qazanılmış pul. Bu. Onu da nə verir? Fərdi sahibkarlıq, öz işin, biznes və s. Bunlar da məndə var. Mən böyük yerdəyəm. Kreslom da rahatdır. Kreslom da yerim də çox rahatdır. O ki qaldı, mən yəni ki yazırsan yazıram. Bütün gün şəkil qoyuram, yeməkdən yazıram, ya Jason Momoa'dan yazıram. Hərdən bir nəyisə fikir bildirirəm. O da belə çox belə tənqidi bildirirsən. Sərt tənqid. Biri var tənqidi, biri var sərt tənqidi də. Rəhman, bilirsən necə? Bax, mən bu yaxınlarda özümə belə söz verdim ki, yazmayım. Bilirsən niyə? Çünki yazırsan bir sənəyə, nədənsə belə ürəyin yanırsan. Mənim amma çox şey artıq ürəyim yanmır. Niyə dəyişilirsən artıq? Ağlanıram, böyüyürəm. Bir şeylər var ki, sən biganə qala bilmirsən. Amma sən yazırsan, düzəlir bəs. Yox, düzəlmir. Nəsə düzəlir? Bilirsən niyə? Çünki əksinə sən bəzi yerlərdən təcrid olunursan. Yox, mən təcrid olunam. Hardan təcrid olunum? Məsələn, elə bir yer yoxdur ki, mən nəyisə istəyim oradan təcrid olunum. Heç kəs məni heç yerdən mən istədiyim yerdən təcrid məni eləyə bilməz. Bu bir. İkincisi, sən yazma, o yazmasın, bu deməsin, o vəzifə istəyir yazmasın, qorxsun. Mən demirəm, yazma. Bir dəqiqədə mən danışıram. Hə, yaxşı, danış. Sən təzə başlamısan, qonağı birinci dinlə, sonra fikrimi bildir. Yaxşı? O ən vacib bir şeydir. Dinləməyi öyrənmək. Hə, kəssən səni öldürəcəm. Bax, bir çox adam susur. Bizim ən böyük bəlamız da odur ki, biz susuruq. Sustuğumuza görə də o məsələlər düzəlmir. Çünki onlara gedib çatmır və yaxud da kimsə tək belə deyir, yəni səsimiz çatmır. Nədən irəli gəlir? Qorxudan irəli gəlir.
Bax, kimsə qorxmur çünki dostlarım ordadır. Özümə niyə problem qazanım da? Kimsə demir, susur çünki mənim lazımdır. 5-10 manat pulumu qazanıram, gedib tədbirimi aparıram, nə bilim toyumu aparıram, susur. Kimsə susur ki, onu sabah birdən işlədiyi yerdə problem yaranar. Kimsə susur ki, pul yenə vəzifəyə qoymazlar. Kimsə susur çünki mən bugün buna yaltaqlandım. İşimin qurmaq üçün deyərəm birdən alınmaz. Yəni hərə nədir? Sırf özünü fikirləşir. Heç kəs fikirləşmir ki, bu asfaltı bura vuran onu düzgün eləməyib və bu bugün sakinlərə misal üçün deyirəm. İndi asfaltı gördüm, yadıma düşdü də. Çünki hərə özünü güdür. Ümumiyyətlə cəmiyyət olaraq heç kəs hamını fikirləşmir. Hamı yalnız özünü fikirləşir. Mən bugün qazanım. Mənə bugün yaxşı olsun. Mən bugün işimi görüm. Mən. Məşhur istislərdən biri paylaşmışdı. Saxta nigahla Malta vətəndaşlığı almısan. Və sonda yaxşı nə vaxt köçürsən? Mən 6 ildir səni tanıyıram, hər dəfə deyirsən köçürəm. Mən artıq 2 ölkəyə yaşayıram. Hətta. O saxta nəyə dedin? Saxta evliliyi al. Saxta evlilik isə hərə öz arşınına görə ölçür də. Yəni mən Malta ilə bağlayan artıq tək Maltaya ölkəyə olan sevgim deyil, bir çox şey var və mən artıq 2 ölkəyə yaşayıram və son 1 ildə karantində ümumiyyətlə bir çox şey baş verir. Baş verdi o karantində. Ondan əvvəl mən ağıllı hərəkət etdiyim üçün və bu gün tərifləyirəm. Təriflənməliyəm də, ay Rəhman. Yaxşı da təriflə. Təriflənməliyəm də. Çünki hərdən həmişə yox. Amma hərdən doğrudan ağıllı hərəkətlər eləyirəm. Bəli, hərdən. Ondan biri də o Malta ilə bağlı oldu və ona görə mənim bugün gördüyüm işimin yarısından çoxu Malta ilə bağlıdır. Nə vaxt köçürsən? Bunun üçün də mənə nə orada, nə saxta evlənmək, nə doğrucu evlənməyə heç belə ehtiyac olmadı. Evlənməyə ümumiyyətlə gəlsə yenə də qayıdaq Jason Momoa bir dəfə evlənmişəm. Bundan sonra heç ümumiyyətlə yəni ehtiyac yoxdur. Olsa bu dünyada, bu planetdə, başqa planetdə yalnız Jason Momoa ola bilər də, o Jason Momoa ola bilər. Allahım, bu nə sevgidir. Xasiyyətin bax ağırdır. Aha, niyə ağırdır? Nə bilim, çox tünd xasiyyətin var da. 6 ildir bax bayaq dediyim kimi səni tanıyıram. Çox adamla yola getmirsən, bilmirəm mənlə necə yola gedirsən. Sənlə necə yola? Oradan 6 ildir oradan sən. Mən 6 il. Dən qoy mən qapını açım. Çox fikirləşmirəm də kimdənsə yola gedirəm ya getmirəm ya kimsə ağırdır xasiyyətim yox, amma sənin barəndə bir dənə şey deyə bilərəm ki, insan həyatında müəyyən hadisələr baş verir və adam necə adam olduğunu sübut eləyir. Mən sübut eləmişəm sənə özümü necə olmağımı. Sən o adamlardansan ki, bundan sonra nəsə bir səhv eləsən də mən onu sənə keçəcəm. Nətərdəydim mən. Amma elə də adamlar olur ki, görürsən, bu nə keyfiyyətsiz adamdır. Onlar o dəqiqə belə də, yəni... Xasiyyətdən danışmışkən, 4 il 5-ci element apardın da və orada 2 xanım aparıcının bir yerdə olmağı, bəzi layihələrdə 2 xanım aparıcı demək olar ki, bir-birlərini qırıblar da, yəni çox belə loru dildə deyə. Kamilə Babayeva ilə necə yola gedirdin? Oy, Kama! Gülüşdən adamı bilmək olur da. İnsan ümumiyyətlə doğrudan psixologiyada elə bir şey var ki, insan necə gülür də, onun kompleksləri var, yoxdur, mehriban insandır, yoxsa deyil. Kamanın gülüşü onun bütün belə portretini yaradır. Bax, amma mənim yadımdadır ki, bir dəfə deyəsən dalaşdı. Ya dalaşmadı, əsəbləşdirmişdim. Təsəvvür eləyin. Maliklə mən gəlmişəm, Ranarla Kama yoxdur. Özü belə gəlirik. 2 saatdır nədir gözlədik də. Yox, Kama qrupa yazmışdı da. Yazmışdı ki, uşaqlar Ranarla özü üçün yazmışdı ki, uşaqlar biz gecikirik, ona uyğun planınızı qurun. O gecikmişdik, yazmışdı. Ondan sonra bir elə 15 saatdır gecikdi yəni. Amma orada anlaşılmazlıq oldu da mən bilən. O hamısı boş şeydir. Bax, mən ümumiyyətlə doğrudan bilmirəm nədəndir, amma dostlarım da hamısı oğlanlardır. Nəsə qızlarla... Hədə yoxdur da ətrafında qız. Elə qızlar məni belə əsəbləşdirir də. Bütün onların danışığı, maraqları və s. Kama və digər kimlə ki dostluq eləyirəm xanımlar, onlar hamısı belə çox mərd, çox fərqli. Kamada, mən məsəl üçün şəxsən deyə bilərəm, Kamada o var. Hə. Ona görə də mən Kamanı çox sevirəm. Mən Kamanı həddindən artıq çox Kama sevirik səni. Kama bir dənədir. O qədər sadə yox, sadə pis sözdür. Özü kimi. Təbiidir. Təbii. Ay sağ ol. Kama təbiidir. Qəşəng söz idi. Kama ürəkdir. Keçək o digər aparıcılara. Bax, Rüfət. Bir il veriliş apardın da Rüfətlə birlikdə. Getdi Amerikaya. İndi söyərdim. Söyəkdir buradan da. Ürəkdən söyərdim Rüfatı. Rüfat sənin üçün çox darıxmışıq, hə.
Belə Rüfat necə bizi qoydu getdi? Yo, əcəb elədi əslində, çox yaxşı. O da öz həyatı üçün getməli. Mən onun yerinə sevinirəm. Mən onun yerinə sevinirəm, amma öz yerimizə sevinmirəm də. Bizi çünki yaxşı sən də bu gün sabah bizi qoyub gedəcəksən də, onda o necə olur? Yaxşı tərəf müqavillərindən biri idi. Səhnədə, bir çox tədbirlərdə, efirdə və daha sonra da nə qədər belə ayda Rüfat. Sonra Fariz gəldi də 5-ci elementdə. Ay Fariz. Fariz. Fariz də yaxşı uşaq idi, amma biz ikimiz yola gedə bilmədik də onunla. Bunun üstündə Ranar həmişə bizi danlayırdı. Yola getməkdən də söhbət getmirdi. Yola gedirdi əslində. Amma olur hərdən adam bax tutmur da. Məsəl üçün yağı suya tökəndə necə olur? O ayrı qalır. Məsələn, alınmır, birləşmir də. Bu belə yoğrulmur bir yerdə. Farizlə də elə oldu, amma Fariz doğrudan çox yaxşı oğlandı da. Çox yaxşı. Amma ki belə tutmadı da mənimki ondan. Kimdən tutur ki ondan da tutur? Hə də bax əslində onu düz dedin. Onu düz vurdu. Kimdən tutur ki ondan tutsun? Sonra gəldi Malik. Malik krasavçıqdır. Malik də öz aləmində, öz planetində bütün dünyanı yola verə bilən bir adamdır da. Bütün dünyanı yola verə bilir. Belə ən peşəkar yola verək. Hə. Yaxşı, bəs Ranar deməli hər insanın həyatında bir zəhləm getmiş adam var ki, onu çox istəyir. Mənim həyatımda da elə bir zəhləm getmiş Ranardır. Amma onu çox istəyirsən, hə? Hə. Sosial şəbəkələrdə hesablarından çıxartmısan dostluqdan. Niyə? Ranarı. Küsmüsüz? Ranar Facebookda məndə var. Var? Hə. Bəs Instagramda niyə çıxartmısan? Hər yerə salmalıyam. Bir yerdə izləyirəmsə o birisində də gözümə mazol eləsin. Darıxmısan onun üçün? Yox, darıxmıram. Mən darıxmıram heç kim üçün. Hə, yaxşı. Çox da sualım. Biraz var. İsti oldu. Hə, isti oldu. Açmaya indi. Kondisionerimiz var ya bizə görə. Nəyi qəbul edə bilmirsən? Nəyə qəbul edə bilmirəm? Qorxaqlığı. Çıxart da iynəyi bir görsünlər də o gözəl gözlərimi. Çıxart sən də. İynəyim burada yerdə qalır. Gözümə də işıq düşür axı. Nəyə? Qorxaqlığı. Bir çox şey deyə bilərəm, amma fikirləşdim, onlar hamısı gəlib qorxaqlığa çıxır. Qorxan adam yaltaq olur, qorxan adam satqın olur, qorxaq adam şərəfsiz olur. Taxımda nə olar bu? Yaxşı, tax. Dünyanın bir çox yerlərini gəzmisən. Mesela qəşəng də yerlərdə olmusan. Dəfk. Da Instagramda, Nepalda ölüləri yandırırlar. Sən canlı onu durub çox rahat şəkildə çəkib və paylaşdın soyuqqanlı olaraq. Nədir? Bu necə olan? Yəni sənin hissiyatın yoxdur bəyəm? Ürəyin daşdır bəyəm? Diri yandırsaydılar. Yəqin ki, belə pis olardım. Öləndən sonra nə fərqi var axı ondan nə edirlər? Bu insan ölüb. Amma seremoniya olaraq çox maraqlı seremoniyadır. Birincisi, bir mədəniyyət olaraq da Nepalda tam o qədər fərqli. Heç vaxt elə şey görməmişik, amma təsəvvür elə insanlar üçün o müqəddəs bir şeydir. Və sən başa düşürsən ki, səndən eyni cür adamdır da. Onun da 2 ayağı var, 2 əli var, 2 gözü var. Amma o tamam başqa cür fikirləşir. Onun üçün müqəddəslik, onun üçün nəsə bir dəyərlər tamam başqadır. Sənin dəyərləri ilə onun dəyərləri başqadır. Yəni eyni olduğun zaman da həm də çox fərqlisən. Bunu anlamaq özü çox maraqlı idi. Aman, ürəyimdən o qədər adam var ki, elə yandırardım onları. Gedək bundan sonra dondurma yeyək. Son olaraq bir sual verək. Azərbaycanda sənin rəqib ola biləcək aparıcı kimdir? Sən bilirsən axı ki, mən artıq özüm heç aparıcı da hesab eləmirəm. Business lady hesab edirsən özündə. Bəs nə edirsən? Yox, business lady yaraşmır biraz mənə. Amma ki, mən indi bir işimdə deməli bir xarici partnyorumuz var. O mənə deyir prodavec, satıcı. Amma dükan satıcısı yoxdur. Deyirsən çox yaxşı satırsan. Yəni biz məhsul satdırıq da, layihələr satırıq və s. Hə, ona görə indi mən satıcıyam. Yaxşı PR menecersən də, onda belə çıxır. PR yox, mən PR yox deməzdim. Yaxşı PR-ım olsaydı sən mən indi burada monster filmində insanlara təqdim eləməzdin yəqin ki. Belə. Ona görə mən artıq rəqib deyiləm insanlara. Mən təzə işləməyə başlayanda Rəhman deməli ictimaiyyətdə bizdə deyəsən radio direktoru idi. Təzə işləməyə başladım. Mən də təzə yəni ümumiyyətlə başlayırdım televiziya işinə və s. Qaraj verilişini. Mən də ümumiyyətlə emosional axı danışanda əllə, qolla danışıram. O məndə də var, hə. Yəni necə belə daxildən gəlirsə elə də aparırım. Yadımdadır ki, bir dənə böyük iclas var idi. İclasda qayıdıb demişdi ki, bu qızı çərçivəyə salmaq lazımdır. Hara, niyə?
Hə, elə də sala bilmədilər. Onu ki, sən verilişin adı elə çox yerinə düşdü. Rəhmana baxın. Rəhman çox gəncdir, amma çox istedadlıdır və mən bunu yazmışdım deyəsən, yoxsa yazmamışdım. Yazmışdım. Mən Rəhmana çox böyük hörmətim var. Niyə? Çünki az insan var ki, öz üzərində işləyir. Fikirləşir ki, istedadlıdır və yaxud fikirləşir ki, mən onsuz da yaxşıyam, mən ağıllıyam yəni. Çox az insan var ki, hansısa nailiyyətlərə doğrudan öz üzərində işləyərək çatır. Bu, bax, o az saylı insanlardan biridir. İndi də onun ilk addımlarıdır və özü üçün bloq eləyir və dostları ilə müsahibələr eləyir. Ona görə mən sizdən hamınızdan xahiş eləyəcəm ki, gənc insanlara, öz əməyi ilə nəyəsə çatmaq istəyən insanlara dəstək olasınız, subscribe eləyəsiniz, follow eləyəsiniz və like qoyasınız. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun, minnətdaram. Sənə də təşəkkür edirəm ki, bu günlər mənim qonağım oldun. Çox sağ ol. Yaxşı.